Hər kəs salam, mən Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 14-cü dərsidir. Onu qeyd etmək istəyirəm ki, Rus və Azərbaycan dillərində onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Deməli, bu günlərim 2 dənə qısa şahmat tələsi göstərmək istəyirəm. Qısa və asan yadda qalan təllər göstərmək istəyirəm. Deməli, bu tələ qaralara tətbiq olunur. Deməli, qaralar oynayır F4. F4 gedişi təzə başlayan şahmatçıları biraz çaşdıra bilər. Çünki Y4 standart gedişimizi eləyən birik. Yəni, burada məcbur oluruq ki, D5 oynayaq. Amma burada tələ elə Y4 gedişində var. Y4 gedişində ağlar görür ki, Y5-dəki piyadanın nə qoruması var, nə bir şeyi. Ona görə də Y5-dəki piyadanı ağlar götürür. Götürdükdən sonra biz deməli daha doğrusu vəzir H4 şah veririk. Burada da ağların yeganə gedişi qalır J3. Piyada J3 oynayıb şahın qabağını kəsməkdir. Deməli, biz də burada oynayırıq. Fil Y7 gedişindən sonra ağlar vəziri götürdükdən sonra çünki görürlər ki, yəni vəziri götürürlər, düşünürlər ki, qalib gələcəklər, amma burada biz bir gedişdik, belə gözəl bir mat qoyuruq. Bunu istifadə edə bilərsiniz. Dostlarımızla oynayanda təzə başlayan şahmatçılara əgər belə bir oyun oynayırlarsa, ağlar F4 ilə başlayıblarsa oynaya bilərsiniz. Belə gözəl bir mat qoya bilərsiniz. Keçək indi ikinci matımıza, daha doğrusu tələmizə. Deməli, ikinci tələmiz qaralara tətbiq olunan deməli, Rus partiyasındakı bir tələdir. Rus partiyamız keçən dərslərimizdə gördüyünüz kimi Y4, Y5, AT3, AT6 gedişlərindən sonra başlayır. Biz burada nə öz fiqurumuzu inkişaf elətdiririk, nə başqa bir şey, nə piyadamızı, Y4-dəki piyadamızı qorumağa çalışırıq. Biz burada Y5-dəki piyadanı götürürük. Götürdükdən sonra standart bir cavabdır. Qaralar da bizim Y4-dəki piyadamızı götürür və biz də burada oynayırıq vəzir Y2. Vəzir Y2 gedişindən sonra qaralar atla hansı tərəfə oynasalar, istəyir C5 olsun, istəyir J5 olsun, istəyir F6 olsun, fərqi yoxdur. Biz bu gedişlərin hamısından sonra at C6 oynadıqdan sonra şah veririk həm vəzirlə, yəni daha doğrusu açıq şah veririk. Atımızı C6-ya çəkərək şah veririk vəzirlə. Burada atımızı götürəmirlər çünki vəzirlə şah verilib və burada yeganə qorunmalı xod var. Daha doğrusu iki dənə gediş var burada və yaxud fillə və yaxud vəzirlə. Fərqi yoxdur. İkisində də vəzir gedir. Atla vəziri götürürük. Yaxud belə olsun. Belə götürürük. Yenə də biz artıq vəzirlə qalırıq. Yəni, Rus partiyasında bu tələni də istifadə edə bilərsiniz. Gələn dərslərə görüşənədək bu dərslik bu qədər. Sağ olun.